Salam mənim əzizlərim, davam edirik Buğa bürcüylə. Mart ayı sizin üçün daha çox daxili hazırlıq gizli proseslərə aiddir. 1-2 Mart tarixində tamamlanmaq ehtiyacı var. Enerji biraz ağır ola bilər, yuxular, intuisiyalarınız güclənir, keçmişlə bağlı düşüncələriniz daha da arta bilər. 3 Mart dolunayı üçün bir kart çəkək. Sevgi, uşaq, yaradıcılıq, şəxsi istəklərlə bağlı aydınlaşma, sağalma dövrüdür. Bir münasibətə qərar verilir ya da məsafə qoyulur. Artıq nəyi necə edəcəyini bilirsən. Ürəyini sıxan məsələlər üzə çıxır. 4-18 Mart arası. Açıq hərəkət yox, daha çox müşahidə dövrüdür. Ətrafınızdan gizli rəqabət, paxıllıq hiss edə bilərsiniz. Hər şeyi hamı ilə paylaşmamaq məsləhətdir. 19 Mart yeni ayı. 19 Mart yeni ayı. Dost çevrəsi, gələcək planlarla bağlı yeni başlanğıclarınız var. Yeni mühit, yeni tanışlıq, yeni ümid. Sosial çevrədən sizə şans gəlir. 20 Martdan sonra özünü yormadan hərəkət etməlisən. Sanki bir cəsarət gəlir sizə. Enerjinizi amma qorumaq vacibdir. Məsləhətdir ki, cəsarətli addımlarınız olsa da geri planda hərəkət edəsiniz. Ümumilikdə ayın enerjisi səbir, plan, sakit amma güclü, huzurlu hazırlıq gedir sizdə. Mart ayında buğalara mesaj, səssiz hazırlaş, vaxtı gələndə də qazan. Sevgi məsələlərinə 1-10 Mart. Bir 10 Martda duyğuları açıq deməkdə çətinlik çəkə bilərsiniz. Gizli hisslər, danışılmayan sözlər yığıla bilər. Qarşı tərəfə tam açıq olmaya bilərsiniz. Tələsməmək sənin xeyrinə olacaq. 3 Mart dolunayı üçün bir kart çəkək. Strategiya qurmalısınız. Sevgi mövzularında sizin üçün həlledici an ola bilər. Bir münasibət ya ciddiləşir ya da bağlanır. Qəlbindəki sual işarəsi artıq aydınlanır. 11-18 Mart tarixi. Keçmişdən biri yaza bilər, xəbər verə bilər sizə. Bu keçmiş münasibətlə bağlı ola bilər. İkinci şans mövzusu gündəmə ola bilər. Eyni ikinci şans mövzusu bu pulla bağlı məsələ də ola bilər. Eyni səhvləri təkrar etməməyə diqqət etməlisiniz bu tarixlərdə. 19 Mart yeni ayı üçün. Dost mühitində, tanış çevrədə anlaşılmazlıq biraz ola bilər. Ümid motivasiyanızı qırmaq istəyə bilərlər. 22-30 Mart. Münasibətlərdə sabitlik, qarşılıqlı güvən ön plandadır və ümumilikdə ciddi münasibət üçün də uyğun enerjidir. Pul üçün açırıq. 1-9 Mart. Planlamalar, xərclər ola bilər. Bu, sevdiyiniz birinə qarşı xərc ola bilər. Ev, ailə, şəxsi rahatlıqla bağlı sizdən pul gedə bilər. Büdcəni qorumaq, amma qoruyub saxlamaq vacibdir. 10-18 Mart üçün. Arxa planda danışılan iş ola bilər və yaxud da təklif ola bilər. Hələ nəticə yoxdur, amma ümid var. Səbirli olsan, xeyrinə açılacaq. 19 Mart yeni ayı üçün bir kart çəkək. Yeni maliyyə planı var. Uzun müddətli qazanc üçün toxum əkilir. Pul niyyəti etmək üçün çox uyğun gündür. Nə planınız varsa onu irəli sürə bilərsiniz və ondan qələbə əldə edə bilərsiniz. 22-30 Mart tarixləri. Gəlir sabitləşir. Kiçik amma davamlı qazanc var. Maddi rahatlıq hissi artır sizdə. Yeni fürsət, yeni başlanğıc göstərir. Planlarını gözdən keçir, yenidən dəyərləndir. Qərarsız qalma, qarışıq qərarlardan uzaq ol. Nələrisə ertələyirsinizsə, artıq ona stop deyirsiniz. Münasibətlərdə də yeni bir səviyyəyə, yeni bir mərhələyə keçid gözləyir sizi. Belə. Bu qədər mənim əzizlərim. Əgər video sizə toxundusa, bəyənməyi və paylaşmağı unutmayın.